Kanal 21 xəbər verir ki, ikinci mərtəbəsi qanunsuz şəkildə inşa edildiyi üçün fəaliyyəti dayandırılan məşhur Padşah restoranı yenidən istifadəyə verilib. Elmlər Akademiyası metro stansiyasının çıxışında yerləşən restoranın fəaliyyəti bərpa olunub və müştərilərin qəbuluna başlanılıb. Xatırladaq ki, obyektin uzun müddət bağlı qalmasının səbəbi ikinci mərtəbənin icazəsiz tikintisi idi. Restoranın fəaliyyəti bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılmışdı. Yoxlama zamanı müəyyən olunmuşdu ki, əvvəllər bir mərtəbə kimi fəaliyyət göstərən restoran sonradan dəmir konstruksiyaları ilə ikinci mərtəbə əlavə edilərək genişləndirilib. Bu zaman sözügedən restoran Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq icazə almayıb. Nazirliyin rəyinə əsasən aparılan yenidən qurma işləri tikinti norma və qaydalarının tələblərinə uyğun gəlmədiyindən, orada çalışan və xidmət alan şəxslərin həyat və sağlamlığı üçün real təhlükə yarandığı bildirilib. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə restoranın sahibi 57 yaşlı Yusif Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu əlavə mərtəbənin tikintisinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığını, lakin Fövqəladə Hallar Nazirliyindən icazə almadığını bildirib. Məhkəmənin hökmü ilə Yusif Məmmədov Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətini islah işləri cəzasına məhkum edilib. Hökmdə onun aylıq qazancının 20%-nin dövlət nəfinə tutulması nəzərdə tutulub. Maraqlıdır, Fövqəladə Hallar Nazirliyinin təhlükəli saydığı obyekt bu dəfə hansı əsasla yenidən fəaliyyətə başlayıb? Kanal 21 olaraq sonda onu da qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.